Hibrid və plug-in hibrid avtomobillərinin dünyada və ölkəmizdə satış reytinqi yüksəkdir. Lakin əksər sürücülər var ki, bu avtomobili alır, amma ondan şikayətçidir. Bəs maraqlıdır. Buna səbəb nələrdir? Belə bir tanışda var, məsəl üçün, maşında bir problem olanda o hissələr tapılmır. Məsəl üçün, deyir 6 ay gözlə, ondan sonra o hissəni gətirəcəm, sifariş ver, ona görə problemlər yaranır. Bir balaca uzun olur, çalışırıq ki, onun öhdəsindən gəlir. Belə deyək də, çətinlik deməzdim, axtarsa tapmaq olur. Bundan başqa hibrid avtomobillərin zamanla batareya tutumu zəifləyir, elektriklə gedilən məsafə azalır. Belə olan halda ustalara müraciətlər artır. Xüsusilə də soyuq mövsümlərdə bu problemlər daha da çoxdur. Bir balaca bu modellərin ehtiyat hissələrinin gec tapılması ilə bağlı olur. Misal üçün, biz özümüz belə servis olaraq sifarişlə gətiririk bunu xaricdən. Yəni 50 min, 100 min getmiş avtomobillər var ki, yağından, antifrisindən başqa heç nə dəyişmir. Amma maşın da var ki, 20 min, 30 min kilometr az bir yol qət eləmiş avtomobillər var ki, hardasa elektronika baxımından problemlər çıxır. Ekspertlər deyirlər ki, belə problemlərlə rastlaşmamaq üçün avtomobil almazdan əvvəl onun görünüşü ilə deyil, detalları və ehtiyat hissələrindən maraqlanmaq lazımdır. Bu sonradan yarana biləcək xərcləri azalda bilər. Bu, məsəl üçün, bir batareyaların dəyişdirilməsi məsələsidir. Ən qlobal problemdir. Plug-in hibriddə də, elektrik avtomobillərdə də bunların dəyişdirilməsinə ehtiyac var. Servis xidməti. Elə modellər var ki, ustalar onların belə deyək də, təyinatından xəbərsizdirlər. Bir çox modellər üzrə. İçində 150 avtomobil istehsalçısı var və yaxın 5 ildə onlardan 5-i ya 6-sı qalmayacaq. Bu növ avtomobil sürən şəxslər hibrid batareyasının soyutma sisteminə xüsusi diqqət etməlidir. Yüksək sürətdən uzaq durmaq vacibdir. Bundan başqa belə nəqliyyat vasitələri mütəmadi texniki yoxlamalardan keçirilməlidir. Ələkbər Salih, Zaur Həşimov, Telesər.